Ev satmaq vaxtıdırmı, yoxsa yox? Gəlin aydınlaşdıraq. Bu daşınmaz əmlakla bağlı sonuncu videomdur. Gələn həftədə mən Xəzər TV-də geniş bir verilişdə iştirak edəcəm. Lakin bir çox məqamlarda siz mənə deyirsiniz ki, axı evin qiymətləri bir xeyli qalıbdır. Mən 2 il öncə falan qiymət almışdım, indi az qala 30-40%-dən baha satdım 2 il ərzində. Əzizlərim, əgər siz 2 il öncə ev almışsınız və bugün satmışsınızsa, sizi təbrik edirəm. Ən yaxşı qərar vermişsiniz. Amma siz çox güman ki bir istisnasınız. Bir çox insanlar bunu uzun müddət öncə alıbdır və indi satır. Və uzun müddətli perspektivdə baxsanız o qədər də yaxşı deyil. Sadəcə son 2 ildə baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi, Qarabağa vəsaitlərin ayrılması, Şəhərsalma Arxitektura Komitəsinin yeni qaydaları, dünyada baş verən Covid-dən sonraki inflyasiya, bütün bunlar kompleks şəkildə 2023-cü ildən başlayaraq qiymətləri bir xeyli qaldırdı. Ondan öncə qiymətlər qalxmamışdı. Belə olaraq hücumi iqtisadiyyatın böyüməsi inflyasiyaya qədər qalxmamışdı. Sual indi orasındadır ki, indi evi satmaq vaxtıdırmı, yoxsa yox? Həmişə ki, mən sizə heç bir məsləhət vermirəm, mən sadəcə öz etdiyimi deyirəm. Siz özünüz baxın, qərar verin. Mən satdım lazımsız bütün əmlakları və bu pulu gözləyirəm ki, növbəti böhran zamanı düzgün investisiya edim. Mənim fikrimcə artıq qatar gedibdir. Sizə bugün təklif olunan qiymətlər bir aydan sonra heç təklif olunmayacaqdır. Bir aydan sonra təklif olunan, bir aydan sonra da təklif olunmayacaqdır və get-gedə bazar belə özünü tənzimləyəcəkdir. Əlbəttə ki, maklerlər, MTK-lar, çoxlu investisiya edən developerlər ki, uzun müddət alıblar, saxlayırlar küllü miqdarda mənzili, onlar manipulyasiya etməyə çalışacaqlar. Mən sadəcə onların oyunlarını oynamıram, onların qaydaları ilə işləmirəm. İstəyirlər eləsinlər, eləyin. Amma mənsiz. Uğurlar.